Sen tut battı. Kardeş tut battı. Tuta bax. Qara xar tutdu ya. Ev çəkməyə gəlmiş hörmətli izləyicilər. Əla bağlı baxsalına bax bir dənə çək görsən. 18 sotun içində Vişnyovka Albalda. Vişnyovkada Albalda 18 sot sənəd tam qaydasındadır. Bu köhnə Bakı bağı var bu. Bunun da sənədi var. 112 kvadrat. Qardaş tut hayf tutdan. Tuta bax. Heytə bax bir dənə buranı çək. Tuta bax. Ay dədə. Hər o gələcək bir dənə buna bax. Xar tuta bax. Ya ne diyor? Kan diye kan. Suyun aporuna bak. Nasıl bura bak. Ha, kuyu suyu şipşik. Gel buraya. Her cür meyve ağaçları var heyti. Yarısını da bölüp satır. Ama deyir ben istəyirəm hamısını alsınlar. 18 sotun hamısı. Çünkü orada yola düşür. Hasarın bu tarafı da yola düşür. Ne bileyim sadalayayım burada ne var ne yok. Armut, vişne. Nedir? Püste. Çək də, püstədirsə çək, qardaş. Armud. Ha, bu heydi. Bağlı bağçalıdır yani. Əsl köhnə Bakı bağları var idi ya. O vaxtda tikilən evdir. Sənədin də təbii ki o vaxt Sovetin vaxtı hamısı sənəd deyildi qaydasında olsun. Kupçası da var. Ha, şotçiklər, qaz. Suyu quyudur. Su quyudur. Əl quyusudur özdə. 33-35 metreden. Hara getdin Qasım? Ağac çəksən. Çəkdim nədir orada? Yerdəki nədir öyle? Aloe idi, nədir orada? Bu nə ağacıdır belə? Vişne. Ala vişne, vişnevkada nə olar? Vişne olar da. Suyun da orada baxacağım. Qiymətimiz 240 mindir. Sənədlər də ki qaydasındadır. Giriş hissəsidir. Girişdə iki dənə, belə bir dənə, iki dənə əncir ağacı, bir dənə böyük belə tut ağacı. Quyunu çəksən, çək quyunu. 35 metr. 3 faza idi, 2 faza. 3 faza işığı. Buna da ayağıma giribsən. Ha. Şotçiklərdə hamısı qaydasındadır. 2 mərtəbə evdə, belə köhnə evdir. Çəkək belə ötəri çək görsək. Hə, çək. Bax, çək, düş. 2-ci mərtəbə. Ha, Rasim. O tarafı da çək. Kapalı bir şey kalmadı ki. Hamısını çəksin də məncə. Kim alsa Allah xeyir versin, qiyməti 240 mindir. Sağ ol.